30-dan çox ölkədə vərəmə məruz qalan şəxslərə dəstək olan Beynəlxalq Vətəndaş Cəmiyyəti şəbəkəsi yeni petisiyaya başlayıb. Bu barədə STV Xəbərə Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin direktoru, TB People vərəm təsirinə məruz qalmış insanların qlobal şəbəkəsinin Vətəndaş Cəmiyyətinin Azərbaycandakı rəsmi nümayəndəsi Çingiz Ramazanlı məlumat verib. Vərəm təkcə tibbi problemi yox, eyni zamanda böyük bir sosial problemdir və qloballaşan hal-hazırki dünyada vərəmdən əziyyət çəkmiş insanlar da həddindən artıq çoxdur, icmalar çoxdur. Bu sahədə artıq böyük işlər aparılmışdır və aparılmaq üzrədir. Lakin böyük problemlər yaranır ki, vətəndaş cəmiyyətində mövcud olan bəzi maliyyə durumlu problemlər yaranır ki, bunlar da təbii ki, bütün prosesin ləngiməsinə və bəzən də illərlə yaranmış böyük bir zəhmətlə, illərlə yaranmış böyük bir işin iflasına gətirib çıxarır. Nəyə görə? Bunlar hamısı asılıdır təbii ki, maliyyələşmə mexanizmlərindən və bu sahədə vətəndaş cəmiyyətinin də böyük rolu var. Məhz Azərbaycanı götürəndə biz vərəmin təsirinə məruz qalmış insanların icmaları ilə işləyirik, onlarla aktiv işlər aparırıq və bu sahədə böyük fəaliyyətlərimiz var. Bütün fəaliyyətlərimiz qurulubdur. Təbii ki, həmin bu cür insanların sırf vərəm xəstəliyi ilə yanaşı gedən digər problemlərin qarşılanmasına. Çünki episentrdə, mərkəzdə həmişə vərəm xəstəliyi durur. Çünki vərəm xəstəliyi sakit gələn, sanki bir növ böyük problemlər yaradan xəstəliklər sırasındadır və bundan təsirlənmiş insanlar artıq nəinki özləri xəstə olur, eyni zamanda ətrafları, yaxın kontaktları üçün həm qorxulu ola bilirlər, həm eyni zamanda da böyük problemlər yarada bilirlər. Bu zaman, yəni problemlər maliyyə problemləri olur, problemlər məişət problemləri olur, tibb müəssisələrində birgə fəaliyyətlə, həkimlərlə birgə fəaliyyətlə yaranan problemlər çıxır ki, ortaya ki, bütün bunların hamısı mərkəzində yenə də insan faktoru olur, əziyyət çəkən insan faktoru olur ki, buna konkret olaraq ətraf vətəndaş cəmiyyətinin aktiv köməyi lazım olur. Və buna görə də vərəmin müalicəsi təkcə tibb sahəsində deyil, multidisiplinar aparılır. Yəni, eyni zamanda psixoloqlar, vərəmdən təsirlənmiş insanlar və vərəmə qalib gəlmiş şəxslər ki, onlar da özləri bu maarifləndirmə işinə böyük töhfələr verirlər. Bütün dünyada vərəmlə mübarizə aparan beynəlxalq qurumlar arasında, özəl qurumlar arasında, yəni qeyri-hökumət sektoru nəzərdə tuturam. Burada ən böyük, önəmli rol vərəmə son qoyan partnerliyi Stop TB Partnership qrupudur ki, yəni ki, bütün dünyada tanınır, məşhurdur. 141 layihə maliyyələşdirilibdir, 38 ölkədə həyata keçirilibdir. Və bunlardan biri də məhz Azərbaycan olubdur. Çünki bizdə Azərbaycan Vətəndaş Cəmiyyəti həqiqətən vərəmlə bağlı böyük aktivlikləri var. Onlardan biri də bizim təşkilatdır, Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi. Təşkilatımız 2021-ci ildən beynəlxalq qurum olan TB People, vərəmin təsirinə məruz qalmış insanların qlobal şəbəkəsinin Azərbaycandakı rəsmi vətəndaş cəmiyyəti nümayəndəsidir. Bu sahədə qarşılıqlı əməkdaşlıq və nümayəndəlik memorandum imzalanmışdır və bunun əsasında TB People-un maliyyələşməsi ilə çox böyük fəaliyyətlər aparır. Bunlardan məsəl üçün qısaca birini deyə bilərəm ki, 2022-ci ildə Azərbaycan regionlarında vərəmdən əziyyət çəkmiş insanların hüquqları haqqında bəyannamə, maarifləndirilməsi işi aparılmışdır. Bu Gəncədə, Qubada, Şəmkirdə olmuşdur. Bakıda bunun böyük konfransı keçirildi ki, hansı ki orada artıq həm dövlət qurumları, həm qeyri-dövlət qurumları birgə yekun konfrans nəticəsində konfransa yığılmışdır. Hal-hazırki petisiya ona görə bizə lazımdır ki, dünyada baş verən proseslər hamı bilir. Yəni, Amerikanın maliyyə siyasətində dəyişikliklər olmuşdur, qrantların maliyyələşdirilməsində problemlər yaranır və bundan da birinci növbədə icmalar, vərəmin təsirinə məruz qalmış insanların icmaları da əziyyət çəkir. Ona görə də maliyyələşdirmənin gücləndirilməsi, eyni zamanda maliyyə donorlarının, maliyyələşdirən donorların diqqətinin və vərəmin vacibliyinə yönləndirilməsini biz öncədən vurğulayırıq və ona görə bu sahədə gərgin işlər lazımdır. Bunun üçün petisiya lazımdır təbii ki. Əgər qarşıya məqsəd qoyulmuş 10 mindən insan əgər petisiyanı imzalasa, təbii ki, donorların fikrini cəlb edəcək bu. Ona görə TB People-da bütün dünya nümayəndəlikləri, yəni 33 ölkədə nümayəndəliyi var TB People-un, onlardan biri də Azərbaycandır və bütün dünya nümayəndəliklərini, ölkə nümayəndəliklərini bu sahəyə cəlb edir və bu sahədə
güclü işlər aparır. Həmin petisiya bu dəqiqə hazırda bütün sosial şəbəkələrdə gedir. Bütün sosial şəbəkələr vasitəsilə, icmalar vasitəsilə, insanlar vasitəsilə hamının fikri buna yönləndirir ki, bu vacib addımdır. Biz demirik ki, vərəmdən başqa maliyyələşdirilən bütün xəstəliklər ön plan, arxa plana keçir. Lakin biz siyasəti məhz bunun üzərində qururuq ki, biz vərəmdən işləyirik. Azərbaycanda da vərəmə son qoymaq, dünyada vərəmə son qoymaq bu aktiv prosesin bir hissəsidir. Vərəm bayaq dediyim kimi təkcə tibbi yox, eyni zamanda sosial problemdir. Yəni vərəmdən əziyyət çəkən, birbaşa vərəmdən xəstə olan insanlar yox, onun yaxın kontaktları, onun ailə üzvləri, eyni zamanda yaxın oturub durduğu insanlar və vərəmə laqeyd qalmayan, vərəm barəsində maarifli olan, bilikli olan, maariflənmiş və bunun mahiyyətini başa düşən insanların hamısı petisiyanı imzalaya bilərlər. Və çox gözəl olardı ki, bu daha geniş vüsət alsın, həqiqətən daha çox insan bunu imzalasın. Ancaq başa düşür imzalasınlar da, yəni həqiqətən ki, çünki bu çox vacib bir prosesdir. Çingiz Ramazanlı bildirib ki, petisiyada 18 yaşı tamam olan hər kəs iştirak edə bilər. Vərəm sadəcə ondan təsirlənənlərin deyil, həm də bütün insanların mübarizə aparmalı olduğu bir problemdir deyə qurumun direktoru vurğulayıb.